Novruzun digər iki atributu var: keçəl və kosa. Düzdür? Düşmən olduğumuz keçəl və kosa. Keçəl və kosa görən nəyi tərənnüm edir? Qeyd edim ki, bu arada keçəl və kosa demək İranda yalnız Cənubi Azərbaycan türklərinin keçirtdiyi bir kültür olub. Necə ki, indi bizdə bayramı tərənnüm edən rituallarda, oyunlarda keçəl və kosa var. Eynən Cənubi Azərbaycanda var. Bu farslara aid olan bir kültür deyil. Və düşünə bilərsiniz ki, burada iki dənə komik, uşaq başı qatan şəxs oyun oynayır. Bu nə qədər əhəmiyyətlidir. Məsələ bundadır ki, buradakı keçəl keçini tərənnüm edir. O keçi də qışı tərənnüm edir. Kosa isə öküzü və quzunu tərənnüm edir və o da yazı tərənnüm edir. Büstləri gözümüzün qabağına gətirsəz, demək keçi hansı aydadır? Noyabr ayında, yəni qışda. Bax, həmin o bürcün yaranma mexanizmi də budur. O dövrdə artıq qışın çıxa-çıxında keçilər görünür, qurban kəsilir və daha sonra da göydə, ulduzlarda o keçini bənzədilən ulduzları tapılır və buna keçi oğlaq bürcü deyirik də biz indi. Mən sadəcə olaraq aydın olsun deyən keçi dedim. Və martda balıq bürcündən sonra qoç bürcü, daha sonra isə buğa bürcü gəlir. Və o öküz quzu sözü də hər ikisi eyni kökdəndir. Yəni dolayısıyla demək, bunlar həmin dövrdə bürcləri tərənnüm edən simvollaşdırılmış personajlardır. Hansı ki, nə dedik? Skandinavlarda keçi maskası geyinən adamlar var idi. Xatırlayırsınız? Dedim. Və eynən proslavlarda keçi maskası postu geyinənlər var. Bax, fikir verin. Protoslavlar Skandinaviyada yaşayır, oradan biraz aşağıda yaşayır və Azərbaycanda. Cənubi Azərbaycanda türklər hələ də Novruz bayramında keçi oyuncaqlarını nümayiş etdirir, rəqs etdirir. Bu kültürün neçə min ildən var olduğunu bəllidir. Yəni dolayısıyla burada olan personajlar, burada olan ritualların heç biri dini rituallar deyil. Azərbaycanda keçi və kosa hansı dini ritualı tərənnüm edir ki? Amma bu sadəcə olaraq fikir verin, biz bu faktları biləndə, demək Azərbaycanda, Azərbaycan türklərində bürc kültürünün də olduğunu, bunu hansısa personajlara çevirdiyini də görürük. Və indi bunun üzərində də ayrıca araşdırılmalıdır ki, həmin bu bürclər insanlığın ortaq kültürüdür, yoxsa türklər kimdən salıb, yoxsa elə türklər bunu yaradıbmış. Fikir verirsiniz, yalnız bizim komik görüb, güldüyümüz, dırnaq arası baxdığımız iki personajdan nələri müəyyənləşdiririk. Və Novruzun əsas simvolları nədir? Növbəti sona qalan paxlava, qoğal, şəkərbura. Artıq bu haqda danışdım. Bu göbəkli tərəfdə demək, hilal, dairə, ortasında nöqtə olan üçləmə simvolu var. Bu Novruz xonçasında hələ də var. Fars bayramıdır Novruz. Farslarda şəkərbura var, Farslarda qoğal var, Farslarda paxlava var. Yoxdur. Və qəribə bundadır ki, bizim saysız hesabsız bu günə qədər olan, bu sahənin sahə ilə maraqlanan tədqiqatçılar var. Bunlar bunu niyə görməzdən gəlib? Başa düşürsünüz? Yəni biz Farsdan aldığımız bir kültürdürsə, biz bu kültürü bilməmişik. Biz əkinçiliyi bilməmişik. Amma nə etmişik? Durub paxlava bişirmişik. Durub qoğal bişirmişik. Durub şəkərbura bişirmişik. Və bu arada da qeyd edim ki, bu şəkərburanın tərkibi min illərdə fərqli ola bilər. Yəni fikrim aydındır, içində qozun döyməsi ola bilər, olmaya bilər, balla bişirilmiş ola bilər. Burada əsas məsələ nədir? Həmin o kökələrin həmin simvol formasında bişirilməsidir. Lakin bununla bərabər artıq biz onun daha sonraki dönəmlərdə də içindəki tərkibin tam fərqli olduğunu görürük. Və bu yalnız Azərbaycan türklərinə məxsus olan bir şeydir. Nə Osmanlısında var, nə Səfəvi qacarlarında var. Farslarla onlar daha yaxındır, daha çox əlaqədədir. Və Göbəkli təpədə quş rəsminin üstündə olan bu naxışa diqqət edin. Dəniz dalğasını xatırladan naxış. Və bu naxış bizim Azərbaycan şəkərburasında dəyişmədən qalmışdı. Bu bir təsadüfdür, ya min illərin bizə bir ərmağanıdır, tarixin ədalətidir. Düşünməyə dəyər. Suallarımızdan biri də buydu ki, yaxşı, qədim Romalılar il başına əvvəllər nə ilə başladırdı? Hal-hazırda yanvarda başlayır, düzdür? Lakin demək, ingilis dilində olan, bizim dilimizdə işlətdiyimiz sentyabr sözü Hind-Avropa dillərinə aiddir və september sözündən gəlir və 7 deməkdir. Oktyabr sözü 8, ingilis dilində olan 8 sözündəndir və 8 deməkdir. November ingilis dilində olan 9 sözündəndir, 9 deməkdir. Dekabr sözü də dekta sözündən olub, yəni Hind-Avropa dillərində Latın dilindən 10 deməkdir. Yəni dekabr 10-cu aya düşürsə demək, qədimdə ili nə ilə başladırmışlar? Martdan başladırmışlar.
Aydındır? Yəni bu daha sonra İsyanlığın qəbulundan sonra müəyyən dəyişikliklər olub. Və bu arada bizə nə deyirlər? Türk dili inkişaf eləməmiş bir dildir. Fikir verirsinizmi? O nəhənglikdə Hind-Avropa mədəniyyəti bayramların adını nə qoyub sadəcə olaraq? 7, 8, 9, 10. Və biz də sentyabr, oktyabr, noyabr, dekabr adını almışıq. Və düşünürük biz geri qalmışıq, onlar da inkişaf edir. Təbii ki, hal-hazırda müəyyən sahələrdə inkişaf edib, olduqca çox inkişaf edib. Bundan danışmıram. Dil kökündən danışıram. Biz onu 7-ci ay, 8-ci ay, 9-cu ay, 10-cu ay desək özümüzə gülərik, amma fikirləşirik onlar nəsə fərqli hansısa sözləri kəşf edib. Məlum olur ki, heç nə kəşf etməyib. Sadəcə olaraq say deyib. 7-ci ay, 8-ci ay, 9-cu ay, 10-cu ay. Və mart ayının artıq yumurta sözündən formalaşdığını dedik. Aprel ayının Nisan sözü ilə eyni olduğunu dedik. May ayının da rus dilində ala mənasına gələn, Yunanlarda bərəkət tanrıçası mənasına gələn may və bizim umay sözü ilə eyni olduğunu mən dedim. Və beləliklə ümumiləşdirəsi olsaq demək, bizim dilimizdə gün sözü var. O gün sözünün qarşısına biz ərgən sözünü qoyub ərgənəkon sözünü formalaşdırmışıq. Gün sözünün sonuna demək isti işıq sözünün kökünü qoyub günəş sözünü formalaşdırmışıq. Və bu sözün tərsi kimi onq sözü Orta Asiya türklərində sağ mənasına gəlir. Yəni cəhəti bildirən sağ. Demək nədir? Elə isti işıq mənasına gəlir. Demək ki biz baxası olsaq türk dialektlərində mütləq onq, monq sözünün isti mənasına gələn sözünü görə bilərik. Və eyni ilə qor sözü var. Qor sözünün sonuna işıq isti sözünün kökü olan isi gətirib biz qorus sözünün formalaşdığını görürük. Hansısa türk dialektində bu qalıb qalmayıb araşdırılmalıdır. Amma biz Misir tanrılarından sonuncusunun adının Horus olaraq qarşımıza çıxdığını görürük. Və eyni ilə nar sözünü türk dillərində günəş mənasına gəlir, Monqollarda günəş mənasına gəlir. Nar sözünün sonuna işıq isti sözünün kökü olan isi gətirib Novruz sözünü formalaşdırmışıq. Demək ki bu Eniqoras və ya Novruz sözü bizə fars dilindən gəlməyib. Fars dilində olsaydı bu Novruz yox, Reznov olaraq deyilməli idi. Və Novruz sözünün tərs kombinasiyası bizim qarşımıza Uranos kimi çıxır. Hansı idi Uranos? Uranos Yunanlarda ilk günəş tanrısının adı idi. Və həmçinin Uranosdakı Uran sözündə unun düşməsi ilə Ram, Ramada kökü ərəb dilində isti işıq mənasına gəlir. Səməni sözündən danışdım. Səməni sözünün tərsi Nas, Natal, Mat, Umaydı. Səməni sözünün kökü ilə Romada olan Saturnalia bayramının kökü olan, əkinci tanrının adı olan Saturn da həmin səmən söz kökündəki su kökü ilə eynidir. Və bu su kökü bizim qarşımıza Misirdəki tanrıça, yer tanrıçası olan Isis kimi çıxır və Azərbaycan dilində qadınlara xitab olaraq qalan az sözü var. Bu həmin o Isisin davamı olan bir kültürdür. Biz türk dillərində tanrı mənasına gələn Bog sözündən bəy sözünü formalaşdırmışıq və eyni ilə Kut müqəddəs sözündən Qədeş sözünü formalaşdırmışıq və eyni ilə də demək Misirlərdə tanrıça mənasında qalan Isisdən də az sözünü formalaşdırmışıq. Hal-hazırda fikir verin, bizim dilimizdə Qədeş demək ayıb sayılan bir jargon sayılır və qadına az demək ayıb sayılan bir jargon sayılır. Lakin bu vaxtı ilə deyiləndə ən hörmətli qadınlara xanım mənasında deyilən müraciət olduğunu müəyyənləşdirdik. Mənə elə gəlir ki, bütün məsələləri danışdıq. Hər hansısa indi suallar olsa verə bilərsiniz.